Qazaxıstan Müdafiə Nazirliyi hərbi nəqliyyat aviasiyasından kommersiya və digər məqsədlər üçün də istifadə edilməsi üçün qanunvericilik tədbirləri kompleksi hazırlayıb. İki sahil xəbər verir ki, Qazaxıstan qanunvericiliyində Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq dövlət aviasiyasından ödənişli əsaslarla istifadə icazə verən heç bir müddəa yoxdur. Bir sıra ölkələrin, o cümlədən Böyük Britaniya, Koreya, Almaniya, Türkiyə, Misir, Rusiya və Belarusun təcrübəsi göstərir ki, hərbi nəqliyyat aviasiyasından mülki məqsədlər üçün səmərəli istifadə etmək olar. Layihədə müvafiq məhdudiyyətin aradan qaldırılması və dövlət aviasiyasından ödənişli əsaslarla istifadə imkanının qanunvericilik səviyyəsində müəyyən edilməsi təklif edilir. Bununla yanaşı belə bir istifadə halları bölmələrin döyüş hazırlığını və qabiliyyətinin səviyyəsini azaltmamalıdır.